Bayaq dediyimiz kimi Rəcəb sözü sakitlik adındandır. İnsan bu ayı düşünməlidir, təfəkkür eləməlidir. Ümumiyyətcə, təfəkkür gözəl bir şeydir. İnsan yaxşı olar ki, gündə bir dəfə otura, özü o kinoda, bizim o Azərbaycan kinomuzun birində deyil, papağını qoya qabağına bir təfəkkür eləyə. Bugünkü həyatını, nədən başladı, nəyə çatdı, nə ilə bitirdi gününü. Bu təfəkkür gözəl şeydir. Elə Rəcəb məhz o aylardandır ki, biz o ayda gərək təfəkkür edək. Allaha yaxınlaşmağı düşünək, çalışaq Allaha yaxın olmağı. Rəcəb ayının dediyim kimi ehtiramını qorumalıyıq. Biz Rəcəb ayı olmağını kənarda da hiss elətdirməliyik. İndi hamı məscid sahəsində çalışmış, hərən bir işi var. Biz öz iş yerlərimizdə də belə hiss elətdirməliyik, bildirməliyik ki, yolda gedəndə belə, ola bilər sərnişin avtobusu 1-2 saatlıq yolçuluğumuz var. Orada da biz bildirməliyik ki, Rəcəb ayıdır. Rəcəb ayında bildiyimizi deməliyik. Budur Rəcəb ayının ehtiramını saxlamaq, ehtiramını qaldırmaq.